Salam, xoş gördük hər birinizi. Bu günlərim çox gözəl, çox möhtəşəm, çox ləzzətli bir salat hazırlayacağam. Hazırlamağa keçmədən öncə kanalıma dəstək üçün abunə olub videolarımı izləyib bəyənmisinizsə bəyənmə butonuna toxunaraq like edə bilərsiniz. İndi isə keçək hazırlanma qaydasına. Hazırlamaq üçün gördüyünüz kimi qutablıq yuxalarımı bu şəkildə ortadan tən ikiyə kəsərək istədiyim formaya gətirəcəm. Gördüyünüz kimi kəsdiyim yuxaların kənarından tutaraq bu qaydada qıf şəklinə gətirərək daha sonra kənarını diş çöpü ilə bağlayıb sobada bişirəcəm. Üzərini yumurta sarısı və küncüt səpdikdən sonra 200 dərəcəli sobada 15 dəqiqə müddətində qızardacağam. Resepti dəqiq ölçülərlə videonun altına qeyd etmişəm. Əminəm ki, sizlər də baxıb hazırlayacaqsınız və bu arada mənə dəstək olmağı unutmayın deyirəm. Videolarıma sonacan izləmiş olsanız mənə qat-qat dəstək olmuş olarsınız. Mənə nə sualınız olarsa videonun rəy bölməsində yorumlar qisminə yazaraq bildirə bilərsiniz. Sizdən gələn hər bir rəy mənim üçün çox dəyərlidir. Yuxalarımın hamısını qıf şəklinə gətirdikdən sonra üzərinə yumurta sarısı çəkməyə başlayıram. Qeyd edim ki, siz üzərinə yumurta sarısı və küncüt səpə edə bilərsiniz. Yəni zövqə görə kimin necə istəyir, elə də hazırlaya bilər. Yəni mən üzərinə daha parlaq, daha qırmızı alınmağını istədiyim üçün yumurta sarısı və küncüt səpdim. Siz istəsəniz üzərinə heç nə də çəkmədən sobaya yerləşdirib 15 dəqiqə müddətində qızardıb hazırlaya bilərsiniz. Hazırladığım yuxaları gördüyünüz bu qaydada soba listinə yerləşdirib 200 dərəcəli sobada 15 dəqiqə müddətində bişirəcəm. Yuxalarımız qızarıncayadək toyuğun sinətini kub şəkildə xırda-xırda doğrayıb bir qabın içərisinə əlavə edəcəm. Toyuq ətini də doğrayıb bitirdikdən sonra 200 qram qoz ləpəsini xırda-xırda doğrayacağam. Qoz ləpəsini də xırda-xırda doğradıqdan sonra toyuq ətinin üzərinə əlavə edirəm. Və 200 qram Holland pendirini rəndələyərək salatımızın içərisinə əlavə edəcəm.
Rendelenmiş Holland pendirini də salatımın içərisinə əlavə etdikdən sonra üzərinə 4-5 yemək qaşığı mayonez, 1 çay qaşığı duz, yarım çay qaşığı istiot əlavə edib yaxşı-yaxşı salatımı qarışdırıram. Siz istəsəz bu salatın içərisinə qırmızı soğan da doğrayıb əlavə edə bilərsiniz. Mən salatımı bir gün saxladacağım üçün əlavə etmədim. Bildiyiniz kimi soğanın suyu çıxıb yuxalarımızı islada bilər. Onun üçün mən əlavə etmədim salatımı gözlədəcəyim üçün. Və artıq budur, yuxalarım bişibdir. İçərisində olan çöpləri ehtimallı şəkildə dartaraq çıxardıram ki, yuxalarımız əzilib parçalanmasın deyə. Yuxalarımın içərisindən çöpləri çıxardıqdan sonra salatımı yuxaların içərisinə əlavə edib hazırlamaya başlayıram. Yuxaların içərisinə salatı əlavə etdikdən sonra kənar hissəsinə xırda-xırda doğradığım şüyüdü batıraraq, daha sonra isə orta hissəsinə də nar dənələri əlavə edib salatımın görünüşünü daha da gözəlləşdirirəm. Və budur, salatımız artıq hazırdır. Gördüyünüz kimi çox gözəl, çox möhtəşəm bir salat alındı. Əminəm ki, sizə də bəyənib hazırlayacaqsınız. Hazırlayacaq olanlara öncədən nuş olsun deyirəm. Və kanalıma hələ də abunə olmamısınızsa, kanalıma abunə olub videolarımı sonundan izləyib mənə dəstək ola bilərsiniz. Və videolarımı bəyənmisinizsə, bəyənmə butonuna toxunaraq like edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə hələlik sağ olun.